the correct variant. Doğru variantı seçin. 3 years ago, our dog Max very tiny. 3 il əvvəl bizim itimiz Max çox balaca idi deyəcəyik. But now it is huge and heavy, lakin indi o böyük və ağırdır. I cannot lift it anymore. Mən onu daha qaldıra bilmirəm. Biz burada düzgün to be-nin formasını təyin etməliyik və birinci boşluqda ego keçmiş zamana aid olduğu üçün to be-nin was ya da were formasını təyin edəcəyik. Max yəni itin adıdır. Burada söhbət itdən getdiyi üçün və o tək olduğu üçün was'dan istifadə olunacaq. Bu deməkdir ki, were artıq doğru cavab olmayacaq. İzlər isə indiki zamana aid olduğu üçün səhv götürülür. İkincidə isə but now, lakin indidən söhbət gedir. Now indiki zamana aid olduğu üçün to be-nin am, is, are formasından istifadə olunmalıdır. It üçüncü şəxsin təkinə aid olduğu üçün to be-nin is formasından istifadə edəcəyik. Are cəm olduğu üçün artıq B variantı səhv götürülür və düzgün cavab Y variantıdır.